Samadiyeli balıkta tuturuq biz burada. Böyle biraz kenara çekeyim. Yeməli otlarımız var, hamısını tapmışıq, bilirik yeməlidir deyil. Çoxlu heyvanlarımız var, o heyvanlarımız suda akulamız var. Yəni suya girəndə akula gəlir. Kulağısırıq hamımız. Şirimiz də var, vəhşi heyvanlarımız var, onlar da bizə gəlir. Bizim üstümüzə axot eləyir və quşlarımız da var. İndi Quşlar həm vəhşi quşlar, vəhşi olmayan, hansı ki biz biz onları onları yeyirik, burada yeyirik, pişiririk, burada pişiririk. Yəni bu bizim yaşayışımızın təsviridir. Hansı ki təsviridir. Bu da bizim o otlardan düzəltdiyimiz yataq yerimizdir, odun ocağımızdır, yemək pişənimizdir. Mən biz nə düşündüm, elə bildim romantiklər oturub quşa baxırlar. Demə onu olmayırlar, yeyirlər o kişi. Yaşamaq üçün. İndi keçdik və bu təsvirdir. Keçdik qaydalara. Bəli, fabirlikdən enerji alırıq və isinirik. Ona görə adabazlar, ədabazlar, odabazlar Kavanazı yerində tapaz yox. və keçdik qaydalarımıza. Biz yeməyi necə bölüşdürürük? Qaydalar nömrə 1. Vesiyyət çəkiyə görə. İlk olanlar çox yeyir, balaca olanlar az yeyir. İkinci qayda, nizam-intizam qaydasına qulluq eləyən üzvlərimize daha çox yemək veririk. Nizam-intizam qaydasına, yəni kim kapitan sözü deyirsə, lider sözü deyirsə, ona, necə ki, lider tapşırıq eləyirsə, siz komandanı böyüdə bilirsiniz. Burada da elə, yeməyi o zaman onda yaxşı verir. Nizam-intizam qaydasını pozanlar yemək yemir. Həmin gün yeməkdən ac qalırlar. Bu belə, bu qaydamızdır. Nizam-intizam qaydasını pozan lider, təkrarlamayan lider inkişaf eləmir, düzdür? Bu doğrudur. Keçdik indi qərarlar necə qəbul edilir? Qərarlar. Birinci, müzakirə yolu ilə. Hansısa qərar qəbul edilir, ilk öncə müzakirə edirik. Sonra səs vermə yolu ilə, səs çoxluğu ilə qəbul edirik qərarları və üçüncü, istisna hallar baş verən halda, ola bilər təbii fəlakətlər olsun, həmin istisna hallarda təbii fəlakətlər, təbii hallara, proseslərə uyğun olaraq istisna qərarlar qəbul edə bilərik. Bu da əlbəttə ki, liderlərin təsiri nəticəsində daha yaxşı ola bilər. Bəs qərarlardan razı olmayanları necə cəzalandırırıq? Bastan eləyənləri. Kimlər qərarımızdan razılaşmırsa, çünki səs çoxluğundan qəbul oluna bilər, amma inciliyini eləyə bilər ki, mən o qərardan razı deyirəm. Bundan ayrılır. 1 saat suda saxlamaqla cəzalandırırıq. Akula gələ bilər, onu yeyə bilər, özünü qutarsın. Yəni qərara razı deyilsən, suda qalacaqsan 1 saat. Ehtimal var ki, sən akula yeyəcəksən. Bəli, ehtimal var. Artıq hamısı bilir ki, orada akula var. Öncədən bilirlər. Ona görə qərardan məcburdur. Qəbul olsun ya da getsin akulanın yemi olsun.